Aleykümselam. Ramazan və Qurban bayramında bir-birinə hədiyyə almaq olar, uşaqlara bayram payı pul vermək olar. Əlbəttə ki, ola yox eləmək lazımdır. Çünki əlhəmdülillah bizim müsəlman balalarımızın cəmi 2 dənə bayramı var. Qurbandır, bir də Ramazan bayramı. Bəli, belə bayramlarda da onlara hədiyyə almaq, sevindirmək, pul mükafat vermək, pul hədiyyəsi vermək, aparıb gəzdirmək, qoy sevinsinlər, bayram yaşasınlar. Yəni bu iki bayramda da sevinməyib, nə vaxt sevinməlidirlər? Yəni il boyu biz deyirik ki, o olmaz, bu olmaz. Yəni bütün cahil uşaqlar əyləndiyi vaxt, istər Novruzda, istər Yeni il və istər digər bayramlarda biz deyirik olmaz, bidətdir, haramdır, məcusilərindir, müşriklərindir, kafirlərindir. Amma öz bayramımızda da heç nə eləməyək uşaqlarımıza. Yaxşı, onda bu uşaqlar nə vaxt bayram keçirsin? Yəni əgər sən onun qabağını alırsan ki, o olmaz, bu olmaz, sən olanı şərait yaratmalısın. İcazə olanı bayramı onun üçün keçirməlisən ki, və o da il boyu o cahil uşaqlar Yeni ili, Novruzdan danışanda, bu da fəxrən öz müsəlman bayramlarından danışır. Biz də belə elədik, belə atamla belə getdik, belə keçirdik, filan elədik. Əlbəttə ki, lazımdır. Aleykümselam və bərəkət. Bu uşaq müəllim hədiyyə məsələsi bu aiddir, belə deyim də, əslində maaşa dövlət işində işləyənlərə. Misal üçün deyirəm ki, məsəl üçün bir müəssisədir, bir məktəbdir, bir elm ocağıdır və hətta fərqi yox, istər dini dərs olsun, dünyavi dərs olsun, mədrəsə olsun. Yəni sən orada təhsil alırsan, məsələn orada təhsil haqqı ödəyirsən və sən ondan artıq nəsə onlara alıb verə bilməzsən, hədiyyə eləməzsən. Bu qadağandır. Bir də var ki, əlhəmdülillah bir bacı Allah üçün bizə Quran öyrədirsə və hal pulsuz, can yandırırsa və biz də onu sevindirmək üçün ona hədiyyə alırsaq, inşallah burada bir problem yoxdur. Burada bir problem yoxdur. Aleykümselam. Əgər siz həmin o Quran müəlliməsinə onun aylığını ödəyirsinizsə, yəni onun istədiyi məbləği onu ödəyirsinizsə, sizin ona hədiyyə almağınız düzgün deyil. Amma yox, o müəllimə sizə Allah üçün öyrədir. Alıb bir qəpik pul istəmir, Allah rızasını öyrədirsə və siz də o müəlliməyə, yəni o sizə Quran öyrədən müəlliməyə içinizdən hədiyyə almaq gəlsə, o problem yoxdur. Yəni o qadağan buna aidiyyəti yoxdur. O qadağan nəyə aiddir? Məsəl üçün muzla işləyən müəllimələr, misal üçün deyək ki, siz əgər müəllimə aya 50 manat danışmışsa və bundan əlavə hədiyyə alıb vermək istəyirsə, bunlar olmaz. Çünki artıq pulu ödənilib və s. Və ya da ki, orta məktəblərində müəllimlərə maaş verilir dövlət tərəfindən və s. və siz də əlavə onlara hədiyyə alırsa, bunlar olmaz, bu icazəli deyil. Amma Allah üçün öyrədirsə və siz də onu sevindirmək istəyirsə, inşallah burada bir problem yoxdur.